Kirvələrimiz xoş gəlib, xoş buyurublar. Gələn ayaqları var olsun kirvələrin və buyursunlar. Kirvələr üçün bir qəşəng mahnı, gözəl mahnı. Kirvələri qarşılayaq və yavaş-yavaş məclisinə başlayaq. Gəlsin qəşəng mahnı gəlsin. Gəlsin kirvələrin şərəfinə xoş gəl. Bir alqışlar ürəkdən, ürəkdən. Yalancı olmasın ha, möhkəm durun. Xoş gəliblər. Xoş gəlmişsən ay kirvəm, ay kirvəm, ay kirvəm. Gəlişin oldu bayram, ay kirvəm, ay kirvəm. Xoş gəlmişsən ay kirvəm, ay kirvəm, ay kirvəm. Gəlişin oldu bayram, ay kirvəm, ay kirvəm. Sənin bizim məzəysən, məzəysən ay. Bəli, əziz sürfə üzvləri, qardaşlar, bacılar, qohumlar, elə oğullar, xoş gəlibsiniz, səfa gətiribsiniz, gələn ayaqlarınız var olsun. Allah Teala bax bu birliyi, bu qardaşlığı bizə çox görməsin. Allah Teala bu məhəbbəti bizim əlimizdən almasın. Bugün gözəl bir məkandayıq, gözəl bir qardaşımızın balaqlarının sünət toyudu. Ona görə də bütün qardaşlardan, qohumlardan xahiş edirəm. Heç kim heç ara tələsiməsin. Gözəl deyək, gülək, şənlənək. Bir-birimizin sevincimizi bax belənçinə bölüşdürək. Allah hər birimizdən razı olsun. Qoy bugünkü bu məclisimiz gözəl şəkildə, yüksək şəkildə keçirməyi Allah Teala bizlərə nəsib eləsin. Allah Teala İbrahim qardaşımızdan razı olsun. Bugün o həm sürfənin tamadası, həm də müğənnisidir. Allah bir daha sizdən razı olsun qardaşım. Allah sizləri ucadan uca eləsin. Dahi növbə sizdən. Çox sağ olun, çox sağ olun. Çox sağ olun Mehdi müəllim söz verdiyinizə görə. Doğrudan da əziz və hörmətli qonaqlar, hörmətli qardaşlar, hamınız xoş gəlibsiniz bugünkü bu gözəl məclisə. Yaşar elə bir gözəl baladır ki, elə bir gözəl qardaşdır ki, hamının məclisində, hamının toyunda özü bildiyi kimi hərəkət edir, özünə necə məxsusdur. Ona görə də bugün gəlin, çox gözəl tələsməyək, çox gözəl məclisə gəlmişik, çox gözəl qardaşımızın ailəsində tələsməyək, yeyin için nuş olsun. Bir daha çox sağ olun ki, hamımız bugün gəlirsiniz, yaşasın bizim elimiz, yaşasın bizim kəndimiz, obamız. Çünki bizim kəndimizdən
dünyanın heç arasında yoxdur, həqqi deyirəm. Hər yerdə deyə bilərsiniz ki, mən qabalıyam. Doğrudan da bizim qabalımız bir dənədir. Hər yerdə, mədəniyyətdə, kulturada, nə də desəniz hər şey var bizdə. Biz heç özümüz böyük aparandır. Hamının Allah'a şükür, elə qardaşlar var, restoranı var, hər şey var, bankı var. Amma heç vaxt demir ki, mənim restoranım nəyibsə var. Özünə öymür. Ona görə ki, biz hamımız prostoyuq. Allah var eləsin bütün xalqımızı, Allah canınızı sağ eləsin. Bir daha xoş gəlibsiniz. Yavaş-yavaş məclisə başlayaq, çünki biraz gecikmişik. Biraz Yaşar qardaşımız da həyəcanlı deyir, çox tələsməyim. Biraz yaxşı aparın məclisi. Ona görə də biz çalışacaq ki, hər şey sizin ürəyinizcə olsun. Bir də xoş gəl, bir qəşəng tuş gəlsin ona görə də. Çox sağ olun. Bir şey nəzər çatdırım ki, hörmətli qardaşlar, hörmətli qonaqlar. Bugün bizim kəndimiz o qədər böyük kəndimiz var, 4 kənd doğrudan da bəlkə də 1-25 min əhalisi var dünyanın hər yerə saysaq, Moskvi də, burayı da. Ona görə də bugün kəndi 3 yerdə toy var. Onu da nəzərə almaq lazımdır ki, bugün göz tamada yox, ona görə özümüz çalışacaq ki, hər şey sizin ürəyiniz olsun və bir qəşəng mahnı gəlsin. Bəylərim, bir qəşəng Mirzəyə gəlsin. Bəylərimiz, balaca bəylərimizi, Nurlanla İslam bəyimizi dəvət eləsin, kirvəsi gətirsin. Firuz kirvəsi. Buyursun kirvə, buyursun. Maşallah, kirvəmiz də çox qabiliyyətli, gözəl qardaşımızdır. Get kirvəni buyurdu, məclisə get qardaş. Gəlsin bu gözəl balalara. Allah onları saxlasın. Onların böyük toyunu görmək bütün dostlarımıza, qardaşlarımıza qismət olsun. Gözəl oğlun, böyüsündən gözəl oğullar olsunlar. Çünki onların gələcəyini heç kim, bəlkə prezident olacaqlar, bəlkə ministr, Allah onlara qismət versin hər bir şey. Bir də qəşəng mahnı gəlsin, şey olsun, bir dəqiqə. Kirvə öz balaca kirvələrini oynasın. Bir dəqiqə, 3 dəqiqə. Qəşəng mahnı gəlsin. Buyursun Firuz kirvə, öz kirvələrini oynasın. Gülçəmən xanım da buyursun, çox xahiş edirik. Xahiş edirəm, bu gözəl Nurlan balam, Sinan balam yerin öz taxtında əyləşdirin, öz kreslolarında qoy. Öz toylar olsun, baxsınlar. Kirvəyləşdi yerində, çox sağ ol. Məştubatla gələcək, stop. İndi bir gözəl mahnı gəlsin.
həm Nurlan balamın şərəfinə, həm İslam balamın şərəfinə bir qəşəng mahnı gəlsin. Size geldim, köyden ulduzlar derdim. Kalmayıp bir cana derdim, sizinle görüşe geldim. Bir kuş olup kanat açıp, göçeydim çiçeği açıp. Ağlarına size kaçıp, sizinle görüşe geldim. Bir kuş olup kanat açıp, göçeydim çiçeği açıp. Ağlardan ölümden size kaçıp, sizinle görüşe geldim. Ben sizi görmeye, sizinle görüşe geldim. Ben sizi görmeye, sizinle görüşe geldim. Ay çok sağ olun. Ben indi istəyirəm buraya Yaşar qardaşımızı dəvət eləyəm, öz həyat yoldaşına Aysel xanımla birgə və kirvəmiz Firuz bəy yaxınlaşsın bura, Gülçəmən xanımla bir yerdə, valideynlər gəlsinlər, öz rəst sözlərini desinlər və Yaşar çox istəyirəm buraya tez gəlsin, cəmaatına, xalqımıza da xoş gəldin desin. Bilirəm çox həyəcanlıdır, bugün çox da biraz özündə deyil, biraz çox narahat olur. İnşallah elə bilirəm ki, toy gözəl keçəcək, hər şey yaxşı olacaq. Ona görə Yaşar qardaşımız buyursun bura. Burada əylənən qardaşlarımızın elə biləm 90%'ni Yaşar onun başını düzəldir, gözəllik verir. Yaşar da oradan çox gözəl bir ustadır, baş ustasıdır, bilirsiniz ki. Azərbaycanda bu ustalara çox böyük qiymət verirlər. Hətta bəy başını qırtıranda $100 güclü pul verirlər, hörmət var. Yaşar kimi qardaşlara, qardaş çox fikirləşmə, xahiş edirəm, həyat yoldaşlarınız da buyursunlar bura. Aysellə Gülçəmən xanım buyursunlar bura. Mən sizi təbrik edirəm hər ikinizi. Allah canını sağ eləsin, bu kirvəli sizin nəslini nəsil keçmiş olsun.
Allah sizi mehriban eləsin. Apar gəl kirvəsi olmayasınız. Həmişə gözəl olasınız, bir-birinizin uza baxasınız. Heç Allah sizi tandırmasın qardaş. Bu kirvəli Allah da sizə çox görməsin. Bir də təbrik edirəm. Xahiş edirəm bir də qəşəng alqışlar gəlsin. Bu kirvələrin şərəfinə var olsunlar. Yaşar nəsə həyəcanlıdır. Mən sənə muzika çal dedim. Dedim alqış gəlsin. Sən çala bilmirsənsə sakit durdu onda. Əl çalmaq lazım, muzika yox. Buyur Yaşar qardaşım. Həm xoş gəldin də cəmaata, həm də ki təbrik elədim. Sağ ol İmran dayı, Allah razı olsun. Nəqs sözünüzü bugün çox həyəcanlıyam. Valla bilmirəm nə deyim, sağ ol. Hər bir qonağa təşəkkür edirəm. Bugünkü gündə mənim bu xeyir işimdə mənlə şərik oldunuz. Hər birinizin qarşınızda baş əyirəm. Hər birinizin ailənizdə belə gözəl, xoşbaxt günlər qismət eləsin Allah Taala. Sağ olun. Mən körpələrə də nə arzulayardım? Mənim arzum da ki, bir neçə ata-anaların arzundan biraz fərqlidir. Mən sportsmen yekələndirəm. Mən gün o gün olsun ki, mən elə bilirəm ki, mənim oğluna nəinki mən fəxr eləmək, bütün Azərbaycan milləti onunla fəxr eləməlidir. İnşallah bu gündən o bizə nəsib olacaqdır. Qoy yekə kişi olsunlar. Böyüsünlər, başa çatsınlar, atasının, anasının sözünə baxandan olsun, həmişə başımcaldan evlatlardan olsun. Sağ ol İmran qardaş. Yekə kişi olsunlar. Hamınız xoş gəldiniz. Siz Mehdi qardaşım, bu uşağı mənə lazım deyil qardaşım. Deyir özünü astır, kəndir gətirir ha. Buyur bacım, nəsə deyə də bu bacıların hamısı, bax hamı sənin başına bu gözəl xanımlar. Doğrudan bizim bacılar hamısı var olsun. Gözəllik, mərifət, hörmət hamısı sizdədir. Allah sizi qorusun, Allah sizin canınızı sağ eləsin. Həmişə hər yerdə başınızca olsun. Bu bacılara deyirəm ha bunu. İndi nəsə deyən görüm nə deyirsən? Yekə kişi olsunlar. Yekə kişi olsun hamımız deyirik. Bəs xoş gəldin demirsən bacılar? Yox demir. Utanır. Deyir ki hamınız xoş gəlibsiniz. Gələn ayaqlarınız var olsun. Bəs kirvəsinə dəyəcəksə deyirsiniz. Demirsiniz. Firuzdur, xərbim. Yaşar sağ ol qardaşım. Allah səni arzuna diləyinə çatdırsın. Doğrudan da sportsmen böyütmək bu hər valideynin, atananın arzusudur. Ona görə ki, mən də sizə can sağlığı arzulayım, o gözəl balalar can sağlığı. Çünki qoy o gün o gün olsun bizim qabağımızın bayrağını qaldırsın. Bu millət üçün, vətən üçün çox yaxşı fəxirdir. Çünki bizim elə Nicat Rəximov birinci medalı o gətdi Qazaxıstana. Azərbaycandan olma baxma medalı gətdi. O bizim millətin başını nə qədər ucalar elədik. Gün o gün olsun ki, onun sağ əli bu gözəl balaların başına. Həm Nurlanın, həm İslamın sportsmen olsunlar. Mən də sizə onu arzulayım qardaş. Və bir qəşəng mahnı gəlsin sizin şərəfinizə və bütün bacılarımız buyursunlar. Bilirsiniz ki, Aysel bacımız həyəcanlıdır. Buyurun rəqsə hamınız. Və gəlsin bütün qohumlar, bacılar, qardaşlar da hamı buyursun rəqsə. Yaşar istəyən dostları buyursun. Fikrim
Ay çox sağ olun. Yaşar sağ olsun. Firuz qardaşımız var olsun. Allah razı olsun hər hamıdan. Və mən indi bura babaanələri dəvət eləmək istəyirəm. Babaanə burada olan babalar, kim özünün babası var bu gözəl məclisdə buyursun, təbrik eləsin balaca bəyləri və nənəsi buradadır, kənddən gəlib, xoş gəlib, səfa gətirib. Haqq verdi babasına, Allah rəhmət eləsin. O dünyada nə varsa yaxşı, qoy o kişiyə qismət olsun. Gülsafa nənəsi buradadır, Allah canını sağ eləsin, Əmraxovdur, onun da familiyası, mənim familiyamlandır. Tanrı verdi, babası, buradadır babası. Burada yazıb var. Buyursun babası Tanrı verdi kişi hardadır. Binayı nənəsinə Allah rəhmət eləsin. O yeri qoy. Ya Allah keçəni rəhmət eləsin Allah Teala ona yeri qoy, nur cənnət olsun və babalar babası buradaydı deyirsiniz. Tanrı verdi kişi hardadır. Çox xahiş edirəm buyursun bura. Gülsafa nənəsi buyursun gəl görün bacı gəl yaxınlaşın bura. Və başqa babalar kim var burada buyursunlar. Kim özün baba sayır? Xoş gəlibsən. Biz oxşayırıq birimiz yoxsa oxşamırıq mı? Bir kişinin əvvəl, yox siz amma Kərib babam qızsınız. Lələmdir bir kişinin, hər hansı bir kişinin evladı. Xoş gəlibsən qardaş. Həmişə gözəl günə gələsən. İndi tanıdım qardaş səni. Gözünüz aydın olsun. Həmişə gələndə belə toya gələsiniz. Nəvələrin gözəl gününə gələsən qardaşım. Allah canımı sağ eləsin. İndi buyur siz təbrik elən nəvəniz. Bilirəm, ürəyə dolu gəlibsən bu şimdi deyim qardaş. Bir şey fikirləşək də indi. Hər birinizi salamlayıram. Gələn ayaqlarınız var olsun. Arzu eləyərdim, hər birinizin evladınızın belə bir süfrə, belə bir şənlik qismət olsun. O ki qaldı, bugünkü bu gözəl məclisin şahlarına mən onlara heç nə demirəm, bir belə deyim var. Deyir, arxalıya arxa durma deməsinlər yamaqsan. Arxasıza arxa dur desinlər dayaqsan. Dayaq olan kişilərdən olsun. Sözü keçən kişilərdən olsun. Ben derim Allah canlarına sağlık versin. Bu güzel çift bey böyüsün büyük yeke kişi olsun. Bu kişi toyunu gördü, büyük toyunu görmeye her hamza Allah Teala kısmet olsun. Mənim bu Yaşar balamın xeyir işidir birinci dəfə. Allah hamıya nəsib eləsin, böyük toyunda qismət eləsin. Hamıya belə gözəl süfrələr nəsib eləsin, ya Rəbbim. Sağ ol, sağ ol. Mama Allah sizə can sağlıq versin. Çox xahiş edirəm, burada Süraya nənəsinə Allah rəhmət eləsin deyil. Amma burada düz yazmıqlar. Onun sakit qardaşım, xahiş edirəm, onu düzəldər. Bağışlayarsın bu, mən yazmamışam, mən bunu yaza bilmirəm. Və bir qəşəng mahnı gəlsin. Aysel qızımıza buyursun, gözəl rəqsə. Bütün qohumlar buyursun. Gəlsin qəşəng mahnımız gəlsin. Hay maşallah biraz fayal olun.
gözüm aynada Aynada, aynada İnce belli oynada Aynada, aynada Kaş Gözümü oynada. Neden seni derdiler, benim yere serdiler, sormaya da verdiler, şöyle bir an ettiler. Anaya da verdiler Körlü bir an ettiler Aynadan aynadan ince beli oynadan, aynadan aynadan kaş gözünü oynadan. Allah bu ceyran hara ceyranıdır Tamaşadır güzeli seyranıdır Allah bu ceyran hara ceyranıdır Tamaşadır güzeli seyranıdır Əsiriyəm olar təşə gözlərim Vurğunuyam çəmənlərin düzləri Ay sevgili mənə yedər sözlərin Ay sevgili mənə yedər sözlərin Bir mələkdir gözəllər sultanıdır Bir mələkdir gözəllər sultanıdır Allah bu ceyran hara ceyranıdır Tamaşadır gözəli zeyranıdır Allah bu ceyran hara ceyranıdır Tamaşadır gözəli zeyranıdır Ay sağ olun, var olun, oynan ayaqlarınız, əlləriniz var olsun babalar, nənələr, çox sağ olun.